Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda mən həftəlik proqnoz edəcəm. 3 dənə variant olacaq. Variantlardan birini seçirsiniz. Xatırlatmaq istəyirəm ki, baxım ümumludur. Şəxsi baxım istəsəniz, şəxsi olaraq müraciət edirsiniz. Instagram üzərindən Instagram səhifəmin adı və linki göstərilib. Videomun altında keçid edib əlaqə saxlaya bilərsiniz. Deməli, gəlin baxaq. Həftə boyu sizi nə gözləyir? 1, 2, 3. Seçiminizi edirsiniz. Əgər sizə daha çox vaxt tələb olunursa, videonu dayandırırsınız, seçiminizi edirsiniz. Deməli, burada həftə boyu çoxlu insanların təsiri olacaq həyatınıza və sosiumda çox olacaqsınız, yəni insanlar arasında və həmçinin də başqa insanlardan çoxlu asılı olacaqsınız və belə durumlar yaranacaq, hansında ki, sizin özünüzdən heç nə asılı deyil, daha çox başqa insanlardan asılıdır. Burada pul və maddiyyatla bağlı məsələlər aktual ola bilər, pulların alınması və ya pullu hansısa məsələlərin sizin üçün yaxşı, yəni pullu məsələlərin yaranması da ola bilər. Ani gəlişmələr bol olacaq. Həmçinin də burada qeyd etmək istəyirəm ki, dövlət qurumları ilə, dövlət məsələləri ilə aktual olan məsələ də bol olacaq. Su ünsüründən olan insanlara diqqət yetirirsiniz. Su ünsüründən balıq, əqrəb, xərçəng ola bilər. Belə insanlar aktual olacaq, onların təsiri aktual olacaq. Və həmçinin də torpaq ünsüründən və stabil insanlara diqqət yetirirsiniz. Yəni stabil pullu insanlara diqqət yetirirsiniz. Həmçinin də burada torpaq ünsüründən deməli, boğa, qız, oğlaq ola bilər. Belə bir şeylərə diqqət yetirirsiniz. Keçid etmək istəyirəm ikinciyə. Deməli, burada çoxlu görüşlər olacaq həftə boyu. Həmçinin də deməli, bunlar maddiyyata dayanıqlı görüşlərdir ya da sizin nəsə umacağınız görüşlərdir. Bu, həmçinin də günlük adi görüşlər də ola bilər. Hansı ki, yəni, heç bir duyğusallıq belə vermir, böyük bir duyğusallıq, amma günlük görüşlərdir. Negativ deyil, yəni bu pozitivdir, amma sizə belə duyğusal təmin edici hiss vermir, çox da böyük. Həmçinin də qeyd etmək istəyirəm ki, deməli, maddiyyata dayanıqlı görüşlər olacaq. Burada başqa insanların təsirinə diqqət yetirirsiniz. Bu, xüsusən də o insanların sizə xəyanət etməsi ola bilər ya da sizə vacib olan insanların sizə xəyanət etmələrinə vadar edən insanlar ola bilər. Qəlbinizi qıran insanlar ola bilər. Yəni, belə şeylərə diqqət yetirin. Burada xəyanət durumları ortaya çıxa bilər ya da xəyanətlə bağlı məsələlər ortada ola bilər. Yəni. Burada həmçində qeyd etmək istəyirəm ki, qəlb qırıcı, yəni xəyanət olmasa qəlb qırıcı bir proses ola bilər. Hansısa insanlar, hansı ki, qəlbinizi qıracaq, bu sizə biraz xəyanət kimi də gələ bilər. Yəni. Deməli, şəxsi həyatınızla bağlıdır xüsusən bu. Niyə? Çünki şəxsi həyatınızda burada ilişkidə tək siz deyilsiniz, siz və ikinci yarınız. Burada başqa insan qatışır, o insanın təsiri böyükdür və bu, yəni belə bir insanlara diqqət yetirin, hansı ki, ilişkiyə qatışır, ilişkiyə girir. Həmçinin də sizin qarşınıza çıxan insanlara çox diqqət yetirin, çünki o insan böyük ehtimaldır ki, tək olmasın ya da ki, belə bir neçə variantı tutmaq istəyən bir insan olsun. Bu, sizin özünüzdən də qaynaqlanan bir hiss ola bilər ki, bir neçə variant tutum əlimdə, bir tək insanı deyil və bu, sizin qəlbinizi qıracaq proseslərə gətirib çıxarda bilər. Yəni, həm sizin tərəfinizdən belə şey olursa, qəlbinizi qıra bilər, ya da ki, qarşı tərəfdən bu baş verə bilər. Həmçinin də qarşınıza çıxan insanlar sizin üçün uyğun olmaya bilər və bu sizin qəlbinizi qıra bilər. Çünki buradan gözləyirsiniz, amma heç də yaxşı bir nəticə əldə etmirsiniz. Yəni, ümumiyyətlə nəticə də olmaya bilər, ya da olursa da negativ ola bilər. Deməli, maddiyyatınızda burada sizin gözəl təmin edici hisslər almağınız mümkündür. Yəni, iş və ya təhsildə və maddiyyatınızda. Yalnızca burada nəyə diqqət yetirirsiniz? Burada sizin qane etməyən bir durum ola bilər. Yəni, nəsə baş verə bilər bu perspektivli şeylərdən savayı sizin nəsə belə
yəqin bu şəxsi həyatla bağlı ya da sizin həyatınızın, yəni öz həyatınızda baş verən bir prosesdən qaynaqlanan bir şey ola bilər. Hansında ki, misal üçün o sizin işinizə və ya təhsilinizə də yansısın və ya sizin günlük həyatınıza yansısın. Yəni belə bir şey ola bilər. Ona görə diqqətli olursunuz. Çünki burada biraz gizlənim, ortada olmayım ya da elə bir məsələ yaranır, hansı ki sizi belə istəyir, belə vadar edir belə etməyə ki, istəmirəm heç kəslə görüşməyə, istəmirəm misal üçün nəsə etməyə. Bu xüsusən də sizin işinizə və ya təhsilinizə yansıya bilər. Ona görə diqqətli olursunuz. Çünki burada tətmin edici hansısa maddi yönündən görüşlər ola bilər. Amma burada sizin duyğusallığınız bol olduğundan ya da duyğusal hansısa proseslər baş verdiyindən bu sizi biraz, necə deyərlər, stabillikdən çıxarda bilər. Ona görə diqqətli olun. Burada maddiyyatınızdan hansısa rəsmi yerlər ya da rəsmi yerlərlə hansısa, deyək ki, sənədlərin həll olunması və bu maddiyyat həm alınmasına, həm də verilməsinə sənədləşmə ola bilər və həmçinin də çoxlu xəbərləşmə ilə bağlı hansısa pulların alınması ola bilər. Belə sferada deyilsinizsə, belə sferalara çox diqqət yetirin, çünki belə sferalardan maddiyyatınız asılı ola bilər ya da yaxşı bir maddiyyat gələ bilər. Deməli, çoxlu burada da kommunikasiya görürəm, amma burada necə deyərlər, bu daha çox duyğusal kommunikasiyadır. Heç bir sizə faydası olmayan bir kommunikasiyadır. Misal üçün, hansısa xəbər alırsınız, bu daha çox sizə duyğusal tətmin edici his verir. Nəinki real bir perspektiv verir. Yəni, belə bir şey ola bilər və daha çox duyğusallıq burada ağır basır. Nəinki hansısa fayda. Yəni, bir var faydası daha çoxdur. Bir də var ki, daha çox duyğusallıq burada öndə gedir. Burada belə bir şey ola bilər. İşinizdə və ya təhsilinizdə burada sağlamlığınıza diqqət yetirirsiniz. Çünki burada sizin sağlamlığınız konkret bir təsir göstərə bilər və həmçinin də sağlamlıq nə baxımdan ola bilər? Misal üçün, onurğa sistemi,